Hər vaxt xeyir olsun dəyərli izləyicilər, traderlər, həmkarlar, iqtisadçılar. Bugün iyun ayının 17-si nələr baş verəcəyini bildiyiniz kimi neft kəskin olaraq sürətlə aşağı doğru istiqamətlə davam etdirir. Bu təbii ki İranla Amerika arasında sülh müqaviləsi imzalanmasına görə hələ ki bu bəyanata görə neft dəyər itirərək, yəni mart ayının bu yana yəni daha yeni bir minimumlara imza attı. Bugün nələr baş verəcək? Gəlin neftdən danışaq. İlk öncə, yəni bildiyiniz kimi səhər saatlarında yenidən sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. 78'lərə qədər endi. Təbii ki 78'lərdən sonra qiymət yenidən aşağı doğru istiqamətlə davam etdirəcək. Hədəflər, aşağıdakı hədəflər 74, 70'lər, yəni 75 50'lerden aşağı formalaşsa yeniden 70'lere kadar, 71'lere kadar inecek. Alışlar tabii ki neftə bugün 79-80'lerden gelecek. Gündemde olan bizim signal kanalımızda, yani bildiğiniz gibi dünən 8-9 signalımız mükemmel nəticə verdi. Bugün ise 26 signal paylaşmışım. Yani bugün nələr baş verəcək, yəni o haqda az sonra yeniden danışarıq. Gəlin keçək biz əsasən də bir çoxlar üçün maraqlı olan qızıl və gümüşdən. Gümüş alışlar 70-500'lərdən olacaq, satışlar isə 69-600'lərdən olacaq. Qızılda isə, yəni bildiyiniz kimi qızıl yenidən start götürmək istəyir. Bugün 4335'dən yuxarı formalaşarsa, yenidən yuxarı 4425'e. Tabii ki ilkin olarak 4360'lar hedeflerde, ondan sonra 4425'ler ve 4455'ler. Satışlar ise 4300'den gelecek. Yani bu da 4280'lere, 4270'lere kadar, yani hatta 4265'ler güçlü bir destek hattı var. Yani buraya kadar enmesi gözlenir. Bundan aşağı forması yeniden aşağı doğru istikametten devam edecek. Geçey biz euro dolar, funt dolara, yani euro dolar, funt dolarda alışlar, euro alışlar 1.16-200'ler, satışlar ise 1.15-800'lerde. Euro, funtun dolar rekabetinde ise alışlar 1.34-400, satışlar ise 1.34'lerdir. Ve Bitcoin'e gelelim. Bitcoin'da alışlar yeniden 66'lardan, satışlar ise 65-100'lerden. Her iki aşağı doğru istikamet devam edilir. Esasen çalışan 60'dan aşağı, 65'ten aşağı formalaşsa satış ameliyatlarına yol açacaq. Belə əzizlərim, inşallah görüşmək ümidilə özə yaxşı baxın, ehtiyatlı olun. Hər an nəsə ola bilər. Lotları kiçildin və take profit stop losslarına mütləq təyin edin. Riski nəzərə alın. Sağ olun, görüşmək ümidilə.